Mağazamızda bildiyiniz kimi saxsı qazanlar satışdadır. Dərin qaşlama qazanıdır. Bu gün növbəti dəfə şabalıqlı ördək hazırladıq. Bu qazanın içərisi gördüyünüz kimi glazur deyilən təmiz gildən hazırlanıb. Bunda pişən yeməyin dadı da bir başqa olur. Yəni bunda pişən yemək uzun müddətdə isti qalır. Üzərində də fərqli naxışlar var mağazamızda. Yəni bu qazanın eynən bu formada, yəni dərin formalı, naxışlar biraz fərqli formalısı var. Bunun biraz dayaq formalısı var. Daha enli formalısı var. Onda daha çox kələm dolması, yarpaq dolması, aş dəmləyə bilərsiniz. Çox gözəl, yəni yeməklər hazırlamaq mümkündür. Bu qazanlarda amma daha çox pitidir, haşlamadır, bu cür ördək çölməsidir və ya şabalıqlı ördəkdir, sulu yeməklərdir, lobya supu da hazırlaya bilərsiniz. Mağazamız Saray qəsəbəsində yerləşir. Saraydan Sumqayıta gəldiyiniz zaman yolun sağında Saray MTK yaşayış kompleksi var, şəhərcik var. MTK-nın sonuncu binası bitən kimi yolun sağında Taxta bazarıdır, Sarayın Təzə bazarıdır deyirlər. Həmin bazarın içərisində o davamlı materiallar mağazası. Mağazamızda o davamlı kərpiclər, onun hörgü məhsulları, aksesuarlar, manqala aid, rus peçinə aid, təndirə və kürə peçinə və həmçinin saxsı məhsulları da satışdadır. Kimə bu məhsullar maraqlıdırsa, səhifəmizə keçid edib digər videolara da baxa bilərlər. Qiymətləri ilə bağlı yenə zəng edib ətraflı məlumat əldə edə bilərsiniz.